Bakıda Prezident Kitabxanasının təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü il dönümünə həsr olunan Xocalı Səssizlərin Səsi Reza Deqatinin obyektivində adlı fotosərgi keçirilir. Sərgidə tanınmış fotoqraf Reza Deqatinin obyektivindən Xocalı həqiqətlərini əks etdirən fotolar nümayiş olunur. Tədbirin açılışında çıxış edən kitabxananın direktoru Afət Abbasova bildirib ki, tariximizi yalnız bir gün deyil, hər zaman xatırlamaq və xatırlatmaq vacibdir. Özünüz görürsünüz bu şəkillərdə. Bu şəkillərə sadə baxmaq mümkün deyil. İnsanın ürəyindəki bütün hisslər, bütün nifrət, qəzəb, hətta kaş ki belə bir hadisə olmayaydı fəryadı ucalır göylərə. Amma biz bunu yaşadıq və tək fevral ayında yox, tək fevralın 25-dən 26-sına keçən gecə yox, hər il 26 fevral yox. Biz gərək hər gün gənclərə belə bir hadisənin bir daha baş verməməsi üçün bu hadisəni biz danışaq. Sərginin müəllifi olan fotojurnalist Reza Deqati bildirib ki, Xocalıda ailələrin və uşaqların başına gətirilən faciələri illər keçsə də unutmaq mümkün deyil və bu həqiqətləri dünyaya çatdırmaq onun əsas missiyasıdır. O qeyd edib ki, bu istiqamətdə müxtəlif ölkələrdə sərgilər təşkil olunub və məhz sərginin kitabxanada keçirilməsi də xüsusi məna daşıyır. Kitabxana bir millətin yaddaş evi kimidir. Bir millətin demək olar ki, ürəyinin və beyninin evidir və burada bu mövzunu gətirmək və bu şəkilləri göstərmək elə o kitablar kimi deyə bilərəm ki, bir növ hədiyyədir millətə, Azərbaycan millətinə ki, mənim əlimdən gəlir verəm. Hər zaman, hər vaxt ki, mən bu şəkilləri görürəm, bu şəkillərdən başqa bu qadınların, bu uşaqların, bu kişilərin o zaman ağlamaqları, o hekayətləri ki, deyirlər başlarına nə oyun gəlibdir, onlar hamısı yenə də məndə yaşayır. Tədbirdə Xocalı faciəsinin şahidləri də iştirak ediblər. Onlar yaşadıkları ağır günlərdən danışaraq həqiqətləri dünyaya çatdırdığı üçün fotoqrafa təşəkkür ediblər. Sərgidə ziyarətçilərə tarixi yaddaş, insan taleyləri və müharibənin izləri sənədli foto dili ilə təqdim olunur. Qeyd edək ki, fotosərgi fevralın 28-nədək hər gün saat 10:00-dan 17:00-dək davam edəcək və giriş hər kəs üçün sərbəstdir.